Demək, baxırıq biz 151-ci testdə. 151-ci testdə B variantında outdan sonra to gəlməlidir. Haven't ola bilməz. Baxırıq A, D, I arasında qalırıq. Deyir ki, Tim, sən jaketi özündən götürməlisən. Deyir ki, bu səyahət, yəni dəyişkən havada bu səyahət bir neçə saat davam edə bilər də. Amma burada A və D variantında deyir ki, jaketi özündən götürməməlisən. Əgər dəyişkən havadırsa, jaketi götürməlidir uşaqlar. 152-ci sualda isə have'dən sonra to gəlməlidir və burada to var. Onda can'dan sonra to gələ bilməz, need'dən sonra to gələ bilməz. Və baxıram ki, 2 inkar burada var, bir təsdiq A variantına var. Deyir ki, sən yolu indi keçməlisən. Deyir, çoxlu trafik var, sən biraz gözləməlisən. Bu deyir, yolu keçməli deyilsən də, biraz gözləməlisən. Amma D variantıdır ki, gözləməməlisən. A variantıdır ki, yolu indi keçməlisən. Əgər tıxac varsa uşaqlar, yolu indi keçə bilməz. Görürsünüz, o bir inkar, 2 təsdiq söhbəti bu dəfə işimizə yaramadı. Tərcümə edib tapdıq. 153-cü sualda isə baxıram ki, ikinci tərəfdə to var. Could'dan sonra to gələ bilməz, couldn't ola bilməz, hadn'tdan sonra to gələ bilməz. Aynən C'nin arasına qalıram. İndi A-da inkardır, C-də təsdiqdir. Uşaqlar deyir həyətdə oynamaq, çünki çox küləkli idi. Bilmədilər onda. Onlar oyunu dayandırmalı oldular. 154-də isə are able to olmalıydı. Sonra aren't able to olmalıydı. Haven't ümumiyyətlə ola bilməz. Have'in yanında mütləq to olmalıydı deyə D variantı doğru cavabdır. 155-də out'un yanında to olmalıydı. Have'in yanında to olmalıydı. Y variantı doğru cavabdır. 156-da Have'in yanında to olmalıydı. 1-4 A variantı. 157-də isə will be able to olmalıdır. Haven't ola bilməz. Am able to olmalıdır. Will be able to olmalıdır. Y variantı doğru cavabdır. 158-də will be able to olmalıdır. Haven't ola bilməz. Will be able to olmalıdır. Am able to gəlməlidir deyə C variantı doğru cavabdır. 159 sadədir. Nobody varsa artıq o cümlə inkar cümlə sayılır və bir cümlədə 2 inkar ola bilməz deyə A, D variantları çıxdı. Have'dən sonra to, able'dan sonra to gəlməlidir deyə Y variantı doğru cavabdır. 160 da onunla demək olar ki, eynidir, bir cümlədə 2 inkar ola bilməz deyə C və D variantları çıxdı. Will be able to, was able to ilə işlənməlidir deyə to'ları olmadığına görə B variantı. 161-də won't be able to olmalıydı, will be able to olmalıdır, haven't ola bilməz, have'dən sonra to gəlməliydi deyə Y variantı. 162-də hadn't ola bilməz, able'lardan sonra to'lar yoxdur deyə A variantı doğru cavabdır. 163-ə baxıram. 160-da should'dan sonra to qətiyyən gələ bilməz. Have not to qətiyyən ola bilməz. Və qalana uyğun gəlir. Deyir ki, sən xərcləməlisən çoxlu pul hədiyyələrə, sən ekonomik olmalısan. Ekonomik bilsiz nədir? Yəni pula qənaət eləməlisən. Onda belə çıxır ki, pulumu çox xərcləməməlidir uşaqlar. B variantı. 164-də yenə deyir ki, hasn't ola bilməz, bu birincisi. Qalanlara uyğun gəlir. Hilda çoxlu pul xərcləyir. O save it for her education. O gərək pulunu yəni saxlamalıdır təhsili üçün də. Ona belə çıxır ki, çoxlu pul xərcləməməlidir. B variantı. 165-də maraqlı sualdır bu. But var yenə. Batdan sonraki hissədə don't var. Deyir ki, əskər və polislər uniforma geyməlidirlər, amma müəllimlər yox. İndi mən də baxıram ki, birinci hissədə mütləq təsdiq olmalıdır. A və D çıxdı. Və elə bir modal verməliyəm ki, mən ona don't-la, do ilə sual verə bilim. Ona görə B variantı qalır. 166-da isə nöqtələrdən sonra to var, burada isə to yoxdur. Demək, to var, will be able to olmalıdır, bu çıxdı. Out'dan sonra to gəlməlidir, D də çıxdı. Haven't-dan to işlənə bilməz ümumiyyətlə. Qaldım 2 variant arasında. Deyir ki, balıqlar must-dan sonra to gəlməz deyə A variantı. 167-də yenə birində to var. Mən də bilirəm ki, can'dan sonra to gələ bilməz, hadn't ola bilməz, will not be able to olmalıdır. Aynən C'nin arasına qalıram. Hasn't da özü inkar verə bilmir axı. A variantı doğrudur. 168-də Fred is going to retire soon. Fred tezliklə pensiyaya çıxacaq. Burada to var. Can'dan sonra, need'dən sonra to gəlmir. Won't be able to olur. Aynən D'nin arasına qalıram. Will be able to, won't be able to olmalıdır deyə D variantı doğru cavabdır. Sonra 169-da görürsünüz, bəzilərini heç tərcümə eləmədən də tapmaq olur. Amma 169 o tipdən deyil. 169-da inkar, 3 dənə də təsdiqim var mənim.
Hə, mən də baxıram ki, ya cavab 1-3-dür, ya da 2-4-5-dir. İkisi də var. Deyir ki, burada parkovkaya icazə, küçə çox dardır. Verilmir onda uşaqlar. Küçə dardırsa parkovka eləyə bilməz orada. 170-ci suala baxıram. Yenə bizdə to var. Haven't to qətiyyən ola bilməz. Nedən sonra to gələ bilməz. Və ikinci tərəfdə hardly var. Hardly bilin ki, inkarlıq bildirir. Bir cümlədə də iki inkar ola bilməz deyə A variantı qalır düzgün cavab kimi. 171-də yenə to var. Could-dan sonra to gələ bilməz. Could-dan sonra to gələ bilməz. Sonra ikinci tərəfdə yenə to var. Hadn't to ola bilməz. Was able to. Hə, C-lə D ola bilər. İndi gəlin baxalım. Deyir ki, cümlədə any var. Any varsa inkar cümlə olacaq. C variantı. Xoşbəxtlikdən biz ona kömək edə bildik və o çox gözləməli olmadı. Sonra burada yenə to var bizdə. Baxıram ki, hadn't to ola bilməz, çıxdı və cümlədə but var. But var. Butdan sonraki hissədə də does var. İndi elə bir modal verməliyəm ki, mən ona does'la sual verib does'la cavab verim deyə C variantı. 17-də to var birinci hissədə. Must'dan sonra to gələ bilməz. Hasn't to ola bilməz. Will be able to olmalıydı deyə A variantı doğru cavabdır. 174-də yenə to var bizdə. Can'dan sonra to gələ bilməz. Haven't to ola bilməz. Sonra baxıram ki, has been able to nədir? Demək gəlin baxalım. No one else has been to be able to dərsidir də. Hasn't been able to do. Since varsa indiki bitmiş zaman olacaq bu arada. Hə, bu zamanlaşmasına gəldi, dirəşdi. Gəlindi baxalım. Demək, no one varsa uşaqlar, o cümlə inkar cümlədir. Bir cümlədə iki inkar ola bilməz deyə Y variantı uyğun gəldi. 175-ci cümlədə must'dan sonra, should'dan sonra to gələ bilməz deyə 3-4 qalır D variantı. 176-da yenə to var bizdə. Haven't to ola bilməz. Will be able to olmalıydı. Won't be able to olmalıydı. Should'dan sonra to gələ bilməz deyə D variantı olur. 177-də isə baxıram ki, yenə but var və ikinci tərəfdə does var. Elə bir modal verməliyəm ki, mən ona does'la sual verib, does'la da inkarını yarata bilim. C variantı. 178-də isə havalar çox istidir. Mən gülləri gərək sulayam, bəli. Yəni istidirsə sulamalıyam. Must'dan sonra to gələ bilməz, haven't to ola bilməz. Burada deyir sulaya bilmərəm, can'dan sonra da to gələ bilməz. 179. Dünən mən, dünən hərəkət keçmiş aiddir, must ola bilməz. Sonra həddən sonra to gəlməli idi. Dünən mən ev tapşırığımı, çünki çox çətin idi, demək eləyə bilməyib. 180-də isə yenə deyir ki, dünən mən riyaziyyatımdan hadn't ola bilməz, cümlə keçmiş zamandadsa bu da ola bilməz. Mən deyir qardaşımın riyaziyyatına kömək eləməli oldum. Bəli. Dünəndən gedir söhbət, həftədə indiki zamanı bildirir. 181-də isə mən deyir ki, sənə sekret deyəcəm, amma sən bunu heç kəsə deməməlisən ha. Yəni anyone varsa o cümlə inkar cümlədir. Can çıxdı, must çıxdı, haven't ola bilməz. İndi gəldim doesn't have to, mustn't. Əgər bir şeydə qadağa varsa, onda mustn't verəcəyiz sonra. 182-də isə today, bugün o get up early because it's Sunday. Bugün o erkəndən oyanmamalıdır. Çünki nədir? Bazar günüdür. İndi mən də baxıram ki, today haven't to ola bilməz. Must'dan sonra to gələ bilməz, can'dan sonra to gələ bilməz. Burada olacaq doesn't have to because it's Sunday. Bazar günüdür. In Azərbaycan, Azərbaycan sən əqqablarını çıxartmalısan da, məcburdur uşaqlar, yoxsa xalça çirklənər. Can'dan sonra to gələ bilməz. You'da has to, have to işlənməlidir. Hadn't to da ola bilməz. Əqqablarımızı çıxartmalıyıq. 184-cü sualda isə deyir ki, bəzi kültürlərdə sən boşqabdakı hər şeyi, bilmirəm, indi yeməlisən, yoxsa yeməməlisən. Bu nəzakətlidir ki, orada nəsə qoyasan. Demək ki, onda boşqabdakı hər şeyi yeməməlisən. Can'dan sonra to gələ bilməz, should'dan sonra to gələ bilməz, you'da has to işlənə bilməz və boşqabdakı hər şeyi yeməməliyik deyə Y variantı. Yəni, nəsə saxlamalısan da boşqabda. Nobody inkar cümləni bildirir deyə bir cümlədə iki inkar ola bilməz, should'dan sonra to gələ bilməz. Nobody, ümumiyyətlə yazı saxlayın ki, törəmələr həmişə təkib bildirirlər deyə orada were, was olmalıdır. İndi baxıram ki, nobody keçmiş zamandadır deyə cümlə yesterday var deyə kodu götürürəm. Çünki is able to indiki zamanı bildirir. Should'dan sonra to gələ bilməz, cümlədə to var uşaqlar. Has qabağa keçib sual verə bilməz deyə Y variantı düzgün cavabdır. 187-də isə bu biraz necə deyək, modal verbdir. Sadəcə burada should have üstəgənsi VH formasında olan modal verbdir.
İndi bu haqda danışacağım uşaqlar. Demək, should modal verb ki var. Should modal verbi. Bunu qayda vizədə yaza bilərsiniz. Should, have, üstə gəlsin. Shoulddan sonra belə deyək də, indiki bitmiş zaman gəlirsə uşaqlar, yəni feilin 3-cü forması gəlirsə, mən niyə yaza bilmədim? Aha, feilin 3-cü forması, yəni V3 gəlirsə, bu keçmişə aid olan bizim peşmançılığımızı bildirir. Məsələn, deyir ki, mən düşünürəm ki, Pamela əla məsləhət verdi mənə. Mən gərək onu edəm ya da edəydim, nəsə belə bir şey olacaq. Gəlin də baxaq. Ought to take etməzdim deyir. Shoulddan sonra to gələ bilməz deyə B variantda getdim. Ouughtdan sonra to gəlməlidir. Hə, indi deyir ki, mən düşünürəm ki, Pamela yaxşı məsləhət verir. Mən gərək onu edəyərdim. I should have taken it. 188-də isə yenə gəlir məndə eyni dərsdir. Shoulddan sonra to gələ bilməz. Ouughtdan sonra da to gəlməlidir deyə cavabım 1-3 qalır. Deyir ki, biz yanlış yola getdik. Biz gərək sağa dönərdik ya da sağa dönməzdik. İkisi də ola bilər. 189-da isə mən deyir çaya düşdüm. Mən daha diqqətli olmalıydım. A variantı deyir ki, mən gərək daha diqqətli olmayaydım. Shoulddan sonra to gələ bilməz. Ought to be diqqətli olmamalıydım. Belə məna verir. Shoulddan sonra to gələ bilməz deyə D variantı doğru cavabdır. 190-da isə I didn't see you at the party. Məsələn, partidə görmədim. İndi gəlin baxa görə shoulddan sonra yazı saxlayın ki, heç vaxt keçmiş zaman gələ bilməz. Candy, must, made, should, need. Bunlar feili, onlardan sonra gələn feil V1-də olmalıdır, V1-də. Məsələn, bax C variantı kimi olmalıydı. C-ni saxlayıram, yeni saxlayıram. Should have told da olar, amma ing ola bilməz uşaqlar. İndi mən də baxıram, deyir ki, I didn't you see at the party. Məsələn, partidə görmədim. You should have told me about it earlier. Sən gərək bunu mənə əvvəlcədən deyərdin. Nəyi deyərdim? You should tell me about it. Burada keçmişliyi var. Ona görə should, yəni bitmişdə verməliyim. Məsələn, partidədir, görmədim də. You should have told me. Sən gərək bunu mənə əvvəlcədən deyərdin. Belə məna verir yəni ki. Sonra main modal verbindən keçmiş zamanı might'dir. Ondan sonra da to işlənə bilməz. Sonra shoulddan sonra dedik ki, feil ancaq V1-də gəlməlidir. Ancaq have gəlirsə V3-də ola bilər. Beynə çıxdım, derinə çıxdım. Ought to take, okay. Deyir ki, sən gərək gətirib götürəsən, çöldə yağış yağır. Ya da götürəydin, çöldə yağış yağır. Yəni, burada desən, Y variantını götürüblər cavab kimi. Amma B variantı da, yəni problem yoxdur B variantında da. Deyir ki, mən düşünürəm finished. Finished olmağı uca sizə deyir ki, yəni, adi modal verb gələ bilməz də onlardan sonra. O 100% peşmançılıq bildirən should, have, should have V3 olmalıdır da orada. Mən düşünürəm ki, deyir, mən bu reportu indiyə qədər qurtarmalıydım. C variantı. 193-də isə gone V3-dədir. Bu da deməkdir ki, have-dən sonra gələcək. Ona görə bunların hamısını çıxıram. Deyir ki, əgər o işə getməmişdirsə, she should have gone to the party if she didn't have to work. Əgər o işləməməlidirsə, partiyə getmiş olmalıydı. Should have gone, partiyə getmiş olmalıydı, bəli. 194-də isə, yəni o burada partiyə getməmiş olmalıdır, məna yoxu gəlmir. Ought to have gone, əslində bir problem yoxdur. Bu sadəcə dəstəkdə ought to-dan sonra bitmiş zaman verməyi verilməyib. Biz əsas should-u götürürük, yəni bitmiş zamanla. A variantında might'dan sonra to gəlmir. C variantında have to olmalıydı. Sonra demək qaldıq B, D, Y variantında have ing ola bilməz. V3 ilə verilməliydi. Mən də imtahana daha çox hazırlaşmalıydım. 195-də isə ought to ola bilər. Should, listen deyirik. Uşaqlar V3-dür. V3 isə have-dən sonra gəlib 100%. Have-dən sonra, ought-dan sonra to işləməlidir. C ilə B-nin arasında qaldım. Deyir ki, you should have listened to my advice. Sən deyir, gərək mənim məsləhətimə qulaq asardın. İndi vəziyyətə bax. Yenə burada V3-dür. Feilin 3-cü forması gəlib. Might-dır, could-dur, ought-dur. Yəni, have-siz ought-dur ilə işlənir deyə should have gone olacaq. Yəni, yalnız should, have-dən sonra V3 gələ bilir. 197-də isə ought-dan sonra feil keçmişdə verə bilmərəm. Might'dan sonra to gələ bilməz. ing ilə işlənə bilmir. Should-dan sonra to gələ bilmir deyə Y variantı doğru cavabdır. 198-də isə they spend so much money on unnecessary things. Onlar pullarını lazımsız şeylərə xərcləməməlidirlər əlbəttə ki. Shouldn't have spent. Gərək xərcləməyərdilər. Ought not to
Spent burada uşaqlar keçmiş zamandadırsa, demək ki, o bilsiz nədir? V3-dədir. Spent nədir? Ümumiyyətlə, xərcləmək necə yazılır? S-P-N-D. F-in keçmiş zamanı necə olur? S-P-N-T. Bunun V3-ü də elə S-P-N-T formasında olur. Ona görə yazı saxlayın ki, demək ki, bunun qabağında have gəlməliymiş. Sən deyir, pullarını belə lazım şeylərə xərcləməməliydin. Görürsünüz, yenə burada V3 var. V3 varsa have-lə verilməlidir. Sən deyir, bu iş təklifini qəbul eləməliydin. Bu əla təklif idi. 200-cü sualda isə ought-dan sonra, to-dan sonra keçmiş zaman gələ bilməz. Sonra B uyğun gəlir, C uyğun gəlir. Might-dan sonra keçmiş zaman gələ bilməz, ing gələ bilməz. Deyir ki, you should have told him that the paint on that seat was wet. Sən gərək ona deyərdin, oradakı deyir ki, oturacaqdakı rəng, yəni nəmiş idi, yəni təzə vurulmuş idi. Stop-it də V3-dədir uşaqlar. Demək ki, might, could ola bilməz, ought ola bilməz, have-lə olmalıdır. Ought-dan sonra to gəlməlidir deyə. You should have stopped at the traffic light. Sən gərək işıqforda dayanardın. 202-də isə deyir ki, you open it. Open it yenə V3-dədir. Might ola bilməz, ought to-dan sonra gələ bilməz. Ought to have opened bu variantları keçməmişik. Deyir ki, you shouldn't open that letter. It was addressed to her. It wasn't. You should have opened. Sən deyir, gərək bu məktubu açmayaydın. Bu məktub ona ünvanlanmamışdı. Yəni ki, ona ünvanlanmamışdı. 203-də isə deyir, block it. Yenə V3-dədir. Mən bilirəm ki, uşaq yenə should have dərsidir ya da shouldn't have dərsidir. Çünki bu birisi variantların heç biri olmayacaq feil V3-də olduğu halda. Deyir ki, they shouldn't have blocked the emergency exit door. Onlar kaş təcil çıxış qapılarını bloklamazdılar. C variantı. 204-də baxıram. Yenə burada have-dən sonra ing V3 gəlməli idi. Və may-dən sonra ing gələ bilməz ümumiyyətlə. Ought to have told test ümumiyyətlə götürmürük. Deyir ki, you shouldn't have told, I shouldn't have told you this. It was a secret. Mən sənə gərək deməzdim, bu sirri idi. 205-də isə yenə deyir ki, you more respectful to. Sən gərək ona mehriban olardın da. Ought-dan sonra to gəlməli idi. ing ilə işlənə bilməz, ing ilə işlənə bilməz. Oradadır ki, mehriban olmazdın ona. 206-cı sualda isə yenə fail V3-də işlənibsə, demək should have variantını verəcəyik. Sən gərək bu filmə baxardın, bu əla film idi.